Salam, hər vaxtınız xeyir olsun. Bugün avqust ayının 20-si, saatlarımız 10'u göstərir. TNS TV-də xəbər saatıdır. Sizinlə mənəm Hürü Əliyeva. Dünyada və ölkədə baş verən xəbərlərdən sizi mən xəbərdar edəcəm. Keçid alaq xəbərlərə. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən antiterror və əməliyyat axtarış tədbirləri çərçivəsində 2009-cu ildən beynəlxalq axtarışa verilmiş Ağalarov Namiq Rəşidoğlunun saxlanılaraq Azərbaycana gətirilməsi və istintaqa cəlb olunması təmin edilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib. Bildirilib ki, Namiq Ağalarov 2008-2009-cu illərdə Əfqanistan, Pakistan və digər ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində BMT mandatlı beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin şəxsi heyətinə silahlı puskuların qurulması, məsafədən partlayıcı qurğuların tətbiqində və beynəlxalq missiya yerinə yetirən müxtəlif ölkə vətəndaşlarına, eləcə də logistika şəbəkələrinə qarşı silahlı hücum əməliyyatlarının təşkilində iştirakında ittiham edilir. Ötən illər ərzində məsuliyyətdən yayınmaq üçün müxtəlif adlar altında ayrı-ayrı ölkələrdə gizlənmiş Namiq Ağalarovun eyni zamanda cihad və radikal dini təbliğat fəaliyyəti ilə də məşğul olduğuna dair məlumatlar mövcuddur. Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək 39 vaqondan ibarət çəkisi 2725 ton olan buğda Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Biləcəri stansiyasından Böyükkəsiyi istiqamətinə göndəriləcək. Xatırladaq ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 44 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib. Eyni zamanda indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın 92 və 95 markalı benzin ixrac olunub. ABŞ prezidenti Donald Trump İrana qarşı yeni və daha sərt sanksiyaların tətbiq oluna biləcəyini bildirib. Bu barədə Trump Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. Trump bildirib ki, ABŞ-nin İrana qarşı çox sərt sanksiyalar tətbiq etmək imkanı var və bununla bağlı qərar gələcək vəziyyətdən asılı olacaq. İsrailin baş naziri Benyamin Netanyahu Suriyada İsrail üçün təhlükə yaradan Türkiyə hərbi mövcudluğuna dözməyəcəklərini bildirib. Bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb. Netanyahu bildirib ki, Türkiyəyə bununla bağlı açıq mesaj verilib və İsrail Suriyada onun hərbi mövcudluğuna qarşıdır. ABŞ prezidenti Donald Trump neft kəmərlərinin tikintisi və alternativ marşrutların yaradılması səbəbindən Hörmüz boğazının əvvəlki qədər əhəmiyyətli olmayacağını bildirib. Bu barədə Trump Ağ Evdə jurnalistlərə açıqlamasında deyib. Trump qeyd edib ki, hazırda neftin qiyməti təxminən 84-85 dollar təşkil edir və böyük həcmdə neft Hörmüz boğazından keçir. Onun sözlərinə görə ABŞ-nin Texas, Alyaska və Louisiana kimi bölgələrində enerji istehsalı artırılır və çox faydalı yeni boru kəməri tikilir. Trump həmçinin Hörmüz boğazında həyata keçirilən ABŞ dəniz blokadasının effektiv olduğunu və hazırda boğazdan gəmiçilik fəaliyyətinin davam etdiyini bildirib. Ağ Ev rəhbərinin sözlərinə görə hazırda çoxsaylı gəmilər boğazdan keçir və blokada zamanı heç bir gəmi İrana daxil olmayıb. O əməliyyatın 100% uğurlu olduğunu iddia edib. ABŞ prezidenti Donald Trump Şimali Koreyaya qarşı yönələn geniş miqyaslı ABŞ Cənubi Koreya hərbi təlimlərini bəyənmədiyini bildirib. Bu barədə Trump Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. Trump bunun səbəbini Şimali Koreya lideri Kim Çen ilə dost münasibətlərinin
olması ilə izah edib. O daha əvvəl Pentaqon rəhbəri Pete Hegseth-ə Cənubi Koreya ilə birgə hərbi təlimlərin miqyasını azaltmağı tapşırdığını açıqlamışdı. İranın xarici bazarlara neft tədarükü demək olar ki, tamamilə dayandırılıb. İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Himməti Mehr agentliyinə açıqlamasında bildirib. Himməti hazırki şəraitdə neft ixracının praktiki olaraq dayandığını deyib. O buna baxmayaraq ölkədə əsas ərzaq və dərman təminatı ilə bağlı narahatlığa əsas olmadığını deyib. ABŞ hərbiçilərinin İranla razılaşdırmadan Hörmüz boğazından milyonlarla barel neftin gizli daşınmasını təşkil etdiyi bildirilir. Bu barədə Axios mənbələrə istinadən məlumat yayıb. Mənbələrin sözlərinə görə hər gün 15-20 tanker boğazın Oman sahilləri boyunca yerləşən Cənub kanalından keçir. Bu yolla gündə təxminən 10 milyon barel neftin yaxın şərqdən ixrac edildiyi bildirilir. Amerikanın Kastelin müdafiə startapı hipersəs raketlərin istehsalını sürətləndirmək üçün 1 milyard dollardan çox sərmayə ayırıb. The Wall Street Journal istinadən verilən məlumata görə vəsait investisiya şirkəti Carlson, Morgan Chase Bankı və Venture fondu Andreessen Horowitz tərəfindən ayrılıb. Castellion bu vəsaiti Blackbird hipersəs raketlərin istehsalını sürətləndirmək, daha böyük hipersəs zərbə silahları və kütləvi istehsal olunan hava hücumundan müdafiə raketləri hazırlamaq üçün istifadə etmək niyyətindədir. Nəşrin məlumatına görə ABŞ hərbi rəhbərliyi Çin arsenalının artması fonunda hipersəs silah ehtiyatlarını artırmağa çalışır. Eyni zamanda Pentaqon müdafiə şirkətlərindən Patriot da daxil olmaqla ənənəvi hava hücumundan müdafiə istehsalını artırmağı tələb edir. The Wall Street Journal qeyd edir ki, Ukraynaya çatdırılmaz səbəbindən Qərbin Patriot raket ehtiyatları əhəmiyyətli dərəcədə azalıb və ABŞ-nin İrana qarşı hərbi əməliyyatları Vaşinqtonun öz arsenallarının vəziyyəti ilə bağlı narahatlıqlarını artırıb. ABŞ-nin quru qoşunları 6 aydan bir qədər çox müddətdən sonra pilotsuz uçuş aparatlarının istifadəsində ixtisaslaşmış zərbə batalyonunu ləğv etməyi planlaşdırır. Bu barədə The Wall Street Journal məlumat yayıb. Bölmə yanvarda Avropada yerləşdirilib. Onun missiyası dronların və yerüstü robotların döyüş istifadəsini təcrübədən keçirmək, eləcə də yeni hərbi sistemlər və taktikalar hazırlamaq üçün Ukraynadakı döyüş əməliyyatları təcrübəsini öyrənmək idi. Nəşrin məlumatına görə bölmənin bəzi hərbiçiləri Kiyevə səfər edərək Ukraynalı həmkarları ilə görüşüb, həmçinin NATO təlim poligonlarında dron operatorları ilə qarşılıqlı əlaqədə olublar. ABŞ ordusu qərarı əsaslara qayıtmaq yanaşması kimi izah edir. Ordunun baş qərargah rəisi vəzifəsini icra edən general Christopher Lanif bu yanaşmanı da dəstəkləyir. Qərar bir sıra hərbi ekspertlərin tənqidinə səbəb olub. Onlar hesab edirlər ki, ixtisaslaşmadan imtina ABŞ-nin hərbi pilotsuz uçuş aparatları texnologiyaları sahəsində mövqeyini gücləndirmək qabiliyyətinə mane ola bilər. ABŞ ilə danışıqlar təslim olmaq demək deyil, ölkəmiz gücünün zirvəsindəyik. Müdriklik, şərəf və maraqları nəzərə alaraq danışıqlar yolunda addım-addım irəliləməyi hədəfləyir. İran mediasına istinadən verilən məlumata görə bunu İran prezidenti Məsud Pezeşkiyan deyib. Dövlət başçısı ABŞ ilə müharibə və danışıqların mümkünlüyünü vurğulayıb. O qeyd edib ki, İran ərazi bütövlüyünü müdafiə edir və müharibəni məqsəd kimi görmür. Məqsədimiz müharibəyə son qoymaq, blokadanı qaldırmaq, bloklanmış resursları azad etmək və sonra nüvə danışıqları aparmaqdır. Pezeşkiyan vurğulayıb ki, ABŞ ilə danışıqlar təslim olmaq demək deyil. Çin kimi ölkələr iqtisadi rəqabət yolu ilə özlərini sübut edirlər. Vətəni qorumaq, xalqa xidmət etmək vacibdir.
ABŞ administrasiyası İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə və təcridə başlayır. ABŞ prezidenti Donald Trump Truth Social sosial şəbəkəsində belə deyib. Heç kim İran İslam Respublikasına mənim qədər razılığa gəlmək üçün daha çox fürsət verməyib. Təəssüf ki, onlar bundan yararlana bilmədilər. Buna görə də bugün mən indiyə qədər heç bir ölkəyə qarşı aparılmayan ən dağıdıcı iqtisadi əməliyyatı elan edirəm. Bu misli görünməmiş miqyasla iqtisadi müharibə və təcrid olacaq deyə Ağ Ev rəhbəri yazıb. Trumpın açıqlaması Vaşinqtonun Tehrana qarşı artan iqtisadi təzyiqi fonunda baş verib. Daha əvvəl ABŞ-nin Maliyyə naziri Scott Bessent də İrana qarşı misli görünməmiş iqtisadi təcrid tədbirlərinə hazırlıq barədə bildirib. Vaşinqton administrasiyası maliyyə vəsaitlərini İranın dondurulmuş aktivlərindən azad etməyib və bununla da münaqişənin həlli ilə bağlı ikitərəfli sazişin şərtlərindən birini pozub. Bunu İranın Mərkəzi Bankının sədri Əbdülnasir Hemmatı bildirib. İndiyə qədər tərəflər arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq ABŞ tərəfindən dondurulmuş vəsaitlərin heç biri açılmayıb deyə o bildirib. Hemmatı həmçinin qeyd edib ki, İran və İraq arasında bank problemlərinin çox yaxın gələcəkdə həll olunacağı gözlənilir. İraq rəsmiləri ilə son danışıqlardan sonra bank əməliyyatlarına maneələr aradan qaldırılıb və bu resursların yaxın həftələrdə istifadəsi üçün zəmin yaradıb. İyulun sonunda İran Mərkəzi Bankının rəhbəri Bağdadın Tehrana yığılmış borcunun təxminən 10-11 milyard dollar olduğunu bildirib. ABŞ prezidenti Donald Trumpın son qərarları Asiya ölkələrini müdafiə xərclərini artırmağa və təhlükəsizlik sahəsində alternativ tərəfdaşlar qurmağa sövq edir. Bu barədə Politico diplomatlara və digər mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə Trumpın Cənubi Koreya ilə birgə hərbi təlimlərin miqyasını azaltmaq qərarı, həmçinin Şimali Koreya lideri Kim Çen ilə ilin sonunadək görüşmək niyyətini açıqlaması region ölkələrində ABŞ-nin təhlükəsizlik təminatlarına nə dərəcədə arxalanmağın mümkün olduğu barədə suallar yaradıb. Öz qüvvələrinə arxalanmağa doğru istiqamət dəyişikliyi gözləyin. Adı açıqlanmayan Asiyalı diplomat belə deyib. Politico yazır ki, yaranmış vəziyyət region ölkələrinin öz müdafiə imkanlarına daha çox sərmayə yatırmasına səbəb ola bilər. Xüsusilə hava hücumundan və raketdən müdafiə sistemində xərclərin artırılması gözləniləndi. Bununla yanaşı Asiya ölkələrinin təhlükəsizlik sahəsində ABŞ-dən asılılığı azaltmaq məqsədi ilə Avstraliya və Avropa dövlətləri ilə hərbi əməkdaşlığı genişləndirə biləcəyi də qeyd olunub. Trump İrana qarşı iqtisadi müharibəni Normandiya əməliyyatı ilə müqayisə edib. Trump bununla bağlı o bildirib ki, İrana qarşı etdiyi iqtisadi müharibə və təcrid siyasətinin başlanmasını İkinci Dünya müharibəsi zamanı müvəqqəti qüvvələrin Normandiyaya çıxarılması ilə müqayisə edib. Trump bu barədə Truth Social hesabında yazıb. Bu iqtisadi dev günü olacaq. İran təhdidini təcrid etmək və məğlub etmək üçün bütün müttəfiqlərimizin ABŞ-nin tərəfində dayanmasına ehtiyacımız var deyə o bildirib. ABŞ prezidenti İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini də vurğulayıb. İran heç vaxt nüvə silahına sahib olmayacaq deyə Trump bildirib. Xatırladaq ki, D günü ifadəsi 1944-cü il iyunun 6-sında ABŞ, Böyük Britaniya və digər müttəfiq qüvvələrin Fransanın Normandiya sahillərinə çıxması ilə başlayan geniş miqyaslı hərbi əməliyyata istinad edir.
İrana bağlı hakerlər ABŞ-də kritik infrastruktura hücum ediblər. Independent Person'un xəbərinə görə ABŞ-nin bir neçə federal qurumu su sistemləri və digər kritik infrastrukturların idarə olunmasında istifadə edilən Siemens avadanlıqlarına qarşı kiber hücum təhlükəsi barədə xəbərdarlıq edib. Bununla bağlı Milli Təhlükəsizlik Agentliyi, Federal Təhqiqatlar Bürosu, Energetika Departamenti, Ətraf Mühitin Mühafizəsi Agentliyi və Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi birgə məlumat yayıb. Xəbərdarlıq ABŞ-nin bir neçə ştatında yerli su sistemlərinə qarşı həyata keçirilən bir sıra kiber hücumlardan sonra verilib. Kiber təhlükəsizliyi üzrə bəzi ekspertlər həmin hücumların İranla əlaqəli ola biləcəyini ehtimal edir. Qurumlar istehsal, enerji, su və tullantı suları, kimya, qida və kənd təsərrüfatı sektorlarında istifadə olunan Siemens'in S7 seriyalı proqramlaşdırıla bilən nəzarətçilərə qarşı aktiv təhdid olduğunu bildiriblər. İranın təhdidi səbəbindən Yunanistan Krit adasındakı ABŞ üçün mühüm hərbi bazalardan birinin müdafiəsini gücləndirmək məqsədi ilə Patriot sistemlərindən birini ora yerləşdirə bilər. Bu barədə Katmerni nəşri mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ üçün Aralıq dənizində mühüm əhəmiyyət daşıyan bu obyektin müdafiəsinin gücləndirilməsi zərurəti İranın Avropadakı ABŞ bazalarına zərbə endirməyə hazır olduğunu bəyan etməsindən sonra yaranıb. Köçürülməsi planlaşdırılan Patriot Zenit raket kompleksi mart ayında Karpatos adasında yerləşdirilib. Yunanistan Müdafiə Nazirliyi Yaxın Şərqdə eskalasiyanın yaratdığı riskləri və İranın Avropada ABŞ hərbiçiləri tərəfindən istifadə olunan obyektlərə mümkün zərbələr endirməsi ehtimalını araşdırır. Mənbələrin məlumatına görə, əgər Yunanistan hərbiçiləri ABŞ hərbi dəniz qüvvələrinin bazası üçün təhlükəni ciddi hesab etsələr, ərazinin hava hücumundan müdafiəsini gücləndirmək üçün Patriot kompleksi ora köçürülə bilər. ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ştatların dövlət borcunun rekord həddi 40 trilyon dolları keçdiyini bildirib. CBC News-un məlumatına görə son 9 ildə ölkənin dövlət borcu 2 dəfədən çox artıb. Artım qismən federal hökumətin xərclərinin gəlirləri üstələməsi ilə bağlıdır. Bu da hökuməti büdcə kəsirini ödəmək üçün borc almanı artırmağa məcbur edir. Eyni zamanda borc xidməti xərcləri də artır. 2025-ci ildə xalis faiz xərcləri 1 trilyon dollara yaxınlaşacaq ki, bu da federal xərclərin təxminən 14%-ni təşkil edəcək. Hazırda ABŞ milli müdafiə və ya tibbi sığortaya nisbətən borc xidmətinə daha çox pul xərcləyir. Ekspertlər borc artımına səbəb olan digər amillər kimi əhalinin yaşlanması fonunda sosial proqramlara xərclərin artması, son 10 illiklərdə vergi endirimləri və hərbi xərclərin artması kimi amilləri qeyd edirlər. Bundan əlavə 2008-ci il qlobal maliyyə böhranının və COVID-19 pandemiyasının təsiri də borcun dinamikasına təsir göstərib. Peterson fondu vergi və büdcə siyasətində dəyişiklik edilməsə, ABŞ-nin dövlət borcunun növbəti 6 il ərzində 50 trilyon dollara çata biləcəyini təxmin edir. İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirir. İsveçrə Federal Şurası aprel ayında Avropa İttifaqı tərəfindən qəbul edilmiş Rusiya əleyhinə 20-ci sanksiyalar paketindən əlavə tədbirlərin həyata keçirilməsinə qərar verib. Bu barədə qurumun press relizində bildirilib. Yeni tədbirlər 20 avqustda qüvvəyə minəcək. Məhdudiyyətlər mayeləşdirilmiş təbii qaza, ixracata və maliyyə sektoruna təsir göstərir. Şuranın məlumatına görə Rusiyanın mayeləşdirilmiş təbii qaz tankerlərinə və buzqıran gəmilərə, eləcə də mayeləşdirilmiş təbii qaz terminallarına xidmət göstərməsinə yeni qaydalar tətbiq olunur. Artıq Rusiyaya tanker satışına qadağa qüvvəyə minib. Üçüncü ölkələrə tanker satışı müqavilələrində onların Rusiyada
Rusiyada təkrar satışına qadağa qoyulması bəndi olmalıdır. Ticarət sahəsində sanksiyalar İsveçrənin əvvəllər tətbiq olunmuş tədbirlərin qarşısını almaq üçün hazırlanmış yeni sistem tətbiq edəcəyini nəzərdə tutur. İsveçrə hakimiyyəti həmçinin kriptoaktivlərin ötürülməsi və mübadiləsi üçün Rusiya platformalarından istifadəni qadağan edir. Federal Şura həmçinin rəqəmsal rubl kimi Rusiya kriptovalyutalarının inkişafına dəstəyi də qadağan edib. Bundan əlavə İsveçrə şirkətlərinin qorunması üçün əlavə tədbirlər də görülüb. Bunlar Rusiyada əqli mülkiyyət hüquqlarını təmin etmək və onları məhkəmə qərarlarından qorumaq üçün nəzərdə tutulub. Rusiya gecə saatlarında Kiyevə kütləvi zərbələr endirib. Paytaxtın 3 rayonunda Svyatonski, Darnitski və Solomenskidə dağıntılar və yanğınlar baş verib. Hücum nəticəsində Solomensk rayonunda 9 mərtəbəli yaşayış binasının 8-ci və 9-cu mərtəbələri tamamilə dağılıb. Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə hal-hazırda 8 nəfərin öldüyü, 33 nəfərin yaralandığı bildirilir. Hücumdan sonra bir neçə qatarın marşrutu da dəyişdirilib. Daşıyıcı bildirib ki, bəzi qatarlar bugün ümumiyyətlə işləməyəcək. Xilas etmə və dağıntıların təmizlənməsi əməliyyatlarının davam etdiyi qeyd olunub. Moskva ilə Vaşinqton arasında ikitərəfli münasibətlərdəki qıcıqlandırıcı məsələlərin aradan qaldırılması ilə bağlı növbəti təmasın vaxtı müzakirə olunur. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Öz tərəfimizdən iyulun 23-də Manilada Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Marco Rubio arasında keçirilən danışıqlar zamanı əldə olunmuş razılaşmaya uyğun olaraq Amerikalı tərəfdaşlarla işi davam etdirməyə, bizim üçün prioritet olan məsələlərin konkret müzakirəsinə keçməyə hazırıq. Bu məsələlərin həlli ikitərəfli münasibətlərin uğurlu və hərtərəfli normallaşdırılmasının təminatı olmalıdır, deyə o bildirib. Zaxarova əlavə edib ki, qıcıqlandırıcı məsələlər üzrə görüşlərin təşkili ilə bağlı Rusiya və ABŞ arasında əldə olunan centlmen razılaşmasına əsasən bu görüşlər əvvəlcədən elan edilmir. Onun sözlərinə görə tərəflər dialoqu bu formatda sakit və məxfi şəkildə aparmağı vacib hesab edirlər. Yalnız onu deyə bilərik ki, növbəti təmasın vaxtı hazırda müzakirə olunur. 19 avqust saat 20:30-dan 20 avqust saat 7:30-a dək olan müddətdə Moskva regionu istiqamətində uçan 250 pilotsuz uçuş aparatının böyük hissəsi uzaq məsafədən vurulub. Bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib. Onun sözlərinə görə Moskva regionunda 28 pilotsuz uçuş aparatı məhv edilib. Dron qalıqlarının düşdüyü yerlərdə fövqəladə hallar üzrə xidmətlər işləyir. Zərər çəkənlər barədə məlumatı yoxdur. PUA hücumu fonunda gecə saatlarında Vnukova, Domodedova və Zhukovski hava limanları da reyslərin qəbulunu və yola salınmasını dayandırıb. Rusiyada yeni səfərbərlik elan ediləcəyi ilə bağlı narahatlıqlar fonunda ölkədən çıxışların yenidən sürətləndiyi bildirilir. Bu barədə xarici kütləvi informasiya vasitələri məlumat yayıb. Məlumata görə müharibəyə getmək istəməyən Rusiya vətəndaşları banklardakı vəsaitlərini çıxararaq ölkəni tərk etməyə başlayıblar. Onların əsas istiqamətlərindən biri Gürcüstan sərhəddidir. Bildirilir ki, son 24 saat ərzində 20 minə yaxın Rusiya vətəndaşı Gürcüstana keçib. Rusiyalıların ən çox üstünlük verdiyi ölkələrdən biri olan Türkiyənin də mümkün yeni miqrasiya dalğasının əsas istiqamətlərindən birinə çevriləcəyi qeyd olunub. Məlumatlar Rusiyada mümkün yeni səfərbərliklə bağlı narahatlığın yenidən artdığını göstərir.
Ekvadorun Strateji Kəşfiyyat Mərkəzinin baş direktoru Mikel Sensi Kontugi Kenyada helikopter qəzasında həlak olub. Verilən məlumata görə bu barədə Ekvador hökumətindəki mənbələr məlumat yayıb. Ekvadorun prezident administrasiyası sosial mediada Sensi Kontugi və həyat yoldaşı dizayner sahibkar Stefani Hollihanın ölümünü təsdiqləyib. Lakin onların ölüm səbəblərini açıqlamayıb. Məlumata görə Sensi Kontugi Ekvador prezidenti Daniel Noboa'nın yaxın dostu olub. O 2024-cü ildə ölkənin Strateji Kəşfiyyat Mərkəzinin rəhbəri idi. Qeyd edək ki, helikopter səhər Ololok və dağı yaxınlığında qəzaya uğrayıb. Kenya hakimiyyəti bildirib ki, Türkiyədə 7 nəfər pilot və 6 xarici turist olub. Onların hamısı həlak olub. Kolumbiyada 7,4 magnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 314-ə yüksəlib. Bu barədə Blue Radio ölkənin fəlakət risklərinin idarə edilməsi üzrə milli bölməsinə istinadən məlumat yayıb. Son məlumatlara görə təbii fəlakət nəticəsində 4437 nəfər xəsarət alıb. 262 nəfər itkin düşmüş hesab olunur. Ümumilikdə zəlzələnin fəsadlarından 262 mindən çox insanın zərər çəkdiyi bildirilir. Qeyd edək ki, avqustun 10-unda Kolumbiyada 7,4 magnitudalı güclü zəlzələ baş verib. Bazar günü İtaliyanın cənubundakı Kalabriya bölgəsində itkin düşən yüngül mühərrikli təyyarənin qalıqları tapılıb. ANSA agentliyinin məlumatına görə təyyarədə olan 2 nəfər ölüb. Təyyarənin qalıqları Cosenza əyalətinin Lagicello bölgəsində Fuscaldo bələdiyyəsindəki kiçik bir təbii gölün yaxınlığında tapılıb. Qurbanların Romadan olan 64 yaşlı pilot Carlo Arnulfo və metrodan olan 55 yaşlı Angela Bujico olduğu müəyyən edilib, hər ikisi vəkili idi. Bujico 2007-ci ildən 2009-cu ilə qədər Matera şəhərinin meri olmuş Emilio Nicola Bujico'nun qızı və şəhərin hazırki mer müavini Rocco Bujico'nun bacısı idi. Fuscaldo meri Giacomo Midia təyyarəsinin aşkarlandığını açıqlayıb. Qəzza zolağında bələdiyyə polis qərargahına hava hücumu nəticəsində 9 Fələstinlinin həlak olduğu bildirilir. Reutersin verdiyi məlumata görə ölənlər arasında 8 polis əməkdaşı və 13 yaşlı qız da var. Hücum nəticəsində daha 15 nəfərin yaralandığı qeyd olunur. Fələstin Səhiyyə Nazirliyi və İsrail Müdafiə Qüvvələrinin məlumatına əsasən, ötən ilin oktyabrında atəşkəsin elan olunmasından sonra Qəzza zolağında 1200-dən çox Fələstinli və 4 İsrail hərbiçisi həyatını itirib. Amerikanın Moderna şirkətinin səhmləri dəri xərçənginə qarşı vaksinin klinik sınaqlarının 3-cü mərhələsinin uğurla nəticələnməsindən sonra təxminən 45 dəqiqə ərzində 158,4% bahalaşıb. Bu, Amerikanın Nasdaq birjasının məlumatlarından məlum olub. Səhmlərin qiymətinə artım Bakı vaxtı ilə saat 17:30-da başlayıb. Artıq saat 18:15-də qiymətlər 158,4% artaraq səhim üçün 161,5 dollara çatıb. Daha sonra geriləmə baş verib. Saat 19:51-ə olan məlumata görə şirkətin səhmləri 130,7% bahalaşaraq 145,6 dollar səviyyəsində satılıb. Moderna ilə vaksini birgə hazırlayan Merck şirkətinin səhmləri də bahalaşıb, lakin artım daha az olub. Bakı vaxtı ilə saat 18 radələrində qiymət ən yüksək həddə çataraq 11,7% artıb və səhim üçün 151 dollar təşkil edib. Saat 20:00 olan məlumata görə göstərici 149 dollara enib. Bugün Merck və Moderna şirkətləri birgə bildiriblər ki, dəri xərçənginə qarşı fərdləşdirilmiş mRNA vaksini sınaqları ilkin olaraq 3-cü mərhələni uğurla keçib. Preparat bu mərhələnin əsas göstəricilərinə residivsiz sağlam qalma və uzaq metastazsız sağ qalma göstəricilərinə nail olub. Tədqiqatda 1137 xəstə iştirak edib.
Rumıniyanın Tulça vilayətinə mənşəyi naməlum dron düşüb. Bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb. Dron qeyri-yaşayış ərazisinə düşüb, tələfat və maddi ziyan qeydə alınmayıb. İspaniya Aerokosmik Qüvvələrinə məxsus 2 F-18 təyyarəsi və Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus olan İR-330 Sokat helikopteri vəziyyəti izləmək üçün havaya qaldırılıb. İsveçrədə buzlağın əriməsindən sonra 34 il əvvəl itkin düşən Belçikalı alpinistlərin cəsədləri tapılıb. Bu barədə xarici kütləvi informasiya vasitələri məlumat yayıb. Polisin məlumatına görə 2 alpinistin cəsədi 19 avqustda İtaliya sərhəddinin yaxınlığında tapılıb. Bu, Trift buzlağının əriməsindən sonra mümkün olub. Cəsədlər identifikasiya üçün Siyondakı məhkəmə tibbi ekspertiza institutuna aparılıb. Kanton polisi bildirib ki, DNT profillərinin birbaşa müqayisəsi nəticəsində qalıqların 1992-ci ildə Vaysmi rayonunda itkin düşən 2 alpinistə məxsus olduğu rəsmi şəkildə müəyyən edilib deyə açıqlamada bildirilib. Qeyd olunur ki, 2 kişi Belçika vətəndaşı olub və itkin düşdükləri zaman onların müvafiq olaraq 39 və 41 yaşları olub. Buzlaqlar geri çəkildikcə bəzən 10 illiklər əvvəl dağlarda itkin düşən insanların qalıqları aşkar edilir. Ermənistanın Nubaraşen hərbi hissəsində ciddi qida zəhərlənməsi hadisəsi baş verib. Erməni kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə nəticədə çox sayda hərbiçi Milli Yoluxucu Xəstəliklər Mərkəzinə köçürülüb. Yüngül xəsarət alanlar isə hərbi hissənin tibbi bölməsində xəstəxanaya yerləşdirilib. Məlumata görə zəhərlənməyə qida səbəb olub. Müdafiə Nazirliyi məsələyə cavab verməyib. Milli Yoluxucu Xəstəliklər Mərkəzi isə əsgərlərin bağırsaq infeksiyası diaqnozu ilə tibb müəssisəsinə aparıldığını təsdiqləyib. Fransa Milli Təhsil Nazirliyi haker hücumlarının hədəfinə çevrilib. L'Escos qəzetinin məlumatına görə təxminən 350 milyon hesab ələ keçirilib. Nazirliyə hücum xəbəri hakerlərin Fransa Dövlət Maliyyə İdarəsindən 700 mindən çox insanın şəxsi məlumatlarını, eləcə də milyonlarla kadastr faylını oğurlamasından bir neçə gün sonra ortaya çıxıb. Hakerlər istifadəçilərin gəlirləri, daşınmaz əmlaki, ailə vəziyyəti və vergi dərəcələri haqqında məlumatlara çıxış əldə ediblər. Sızmalar həm fərdlərə, həm də müəssisələrə təsir edib. Kiber hücumların arxasında Zero Bytes hakerlərin olduğu bildirilir. Fransa mətbuatı son bir neçə ayda Daxili İşlər Nazirliyini, France Travel Məşğulluq Agentliyini və Sosial Təminat Agentliyini, İmmiqrasiya və İnteqrasiya İdarəsini və France Titres Sənəd Təhlükəsizliyi Agentliyini hədəf alan kiber hücumlar barədə məlumat yayıb. Qlobal istiləşmə tropik bölgələrdə güclü fırtınaların vaxtını dəyişməklə yanaşı onların daha dağıdıcı olmasına da səbəb ola bilər. Nature Geoscience jurnalının verdiyi məlumata görə iqlim dəyişikliyi tropik bölgələrdə yağışlı mövsümün başlanmasını 10-15 gün gecikdirən, eyni zamanda fırtınaların gətirdiyi yağıntıların intensivliyini 38-45% artıra bilər. Tədqiqatçılar yüksək dəqiqlikli iqlim modellərindən istifadə edərək yüzlərlə kilometr əraziyə yayılan və saatlarla davam edə bilən orta miqyaslı konvektiv sistemləri araşdırıblar. Araşdırmanın nəticələri göstərir ki, planet istiləşdikcə atmosferin daha çox enerji toplaması və qlobal hava dövranının yavaşlaması yağış mövsümünün başlamasını gecikdirə bilər. Lakin gecikmə atmosferdə daha çox enerjinin toplanmasına səbəb olur. Nəticədə fırtınalar başladıqca daha qısa müddətdə daha güclü yağış yağması mümkündür. Alimlər yağıntının intensivliyinin bəzi ssenarilərdə 38-45% arta biləcəyini
hesablayıblar. Yağıntıların daha qısa müddətdə və daha intensiv düşməsi isə qəfil daşqınların riskini artırır. Bu dəyişiklik xüsusilə sıx məskunlaşmış və kənd təsərrüfatının asılı olan ərazilər üçün ciddi nəticələr yarada bilər. Bildirilir ki, iqlim dəyişikliyinin fırtınaların mövsümü davranışına təsirinin daha yaxşı öyrənilməsi gələcəkdə erkən xəbərdarlıq sistemlərinin, kənd təsərrüfatı planlarının və su idarəçiliyi strategiyalarının yenilənməsi üçün də vacibdir. Yerli xəbərlərlə davam edirik. Lənkəranda avtomobilin dərəyə aşması nəticəsində sürücü dünyasını dəyişib. Diryan kənd sakini 1965-ci il təvəllüdlü Nuriyev İntiqam Ağarızoğlu idarə etdiyi Niva markalı avtomobillə torpaq yolda gedərkən idarə etməni itirib. Nəticədə avtomobil dərədən aşıb. Sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib. Faktla bağlı cinayət işi açılıb. Xırdalanda mübahisə zamanı kişi bıçaqlanaraq öldürülüb. Hadisə Yusif Məmmədəliyev küçəsində qeydə alınıb. İlkin məlumata görə 1995-ci il təvəllüdlü Abdullayev Rasif Rəhmanoğlu mübahisə zamanı bıçaqlanıb. O aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib. Abdullayevə xəsarət yetirməkdə şübhəli bilinən Ceyhun adlı şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Şamaxı rayonu Çuxuryurt kənd ərazisində yol nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən Vazirin 121 Niva markalı minik avtomobilinin idarə etmədən çıxaraq dərəyə aşması nəticəsində yol nəqliyyat hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğraması nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən edilib. Yanğın söndürən xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1951-ci il təvəllüdlü Aslanov Mətləb İsmailoğlu və onun sərnişini 1956-cı il təvəllüdlü Aslanova Şövkət Qasım qızının meyidi dərədən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Araşdırma aparılır. Astarada bir nəfər kişi dənizdə batıb, hadisənin şəhərin bulvar ərazisində baş verdiyi bildirilir. İlkin məlumata görə dənizdə batdığı deyilən şəxs Masallı rayonu Kosagül kəndinin sakinidir. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinə məlumat daxil olub. Onun şəxsiyyəti dəqiqləşdirilir. Hazırda həmin şəxsin axtarışları aparılır. Naxçıvanda yol nəqliyyat hadisəsi baş verib. Şəkərabad kəndi yolunda Chevrolet markalı avtomobil dönmə manevri edərkən iki motosikletlə toqquşub. Qəza nəticəsində 1993-cü il təvəllüdlü Əliyev İmran Rafiqoğlu, 2005-ci il təvəllüdlü Ümmətov Kamil Nəsimoğlu və 2004-cü il təvəllüdlü Cəfərov Rəhim Niyaməddinoğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri Nəsimi rayonu Quliyev küçəsi ev 114 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nəbiyev Ağaysa Əlisa oğluna məxsus İbrahim Tatlışiş kabab evində yoxlama aparılıb. Yoxlama zamanı istifadə olunan farşın keyfiyyət və təhlükəsizliyini təsdiq edən müşayiət edici sənədlər təqdim edilməyib. Məhsullardan götürülən nümunələrin laborator müayinəsi nəticəsində ətdə ad DNT-si aşkarlanıb. Bundan əlavə müəssisədə izlənmə sisteminin tətbiq edilmədiyi, həmçinin sanitar, texniki və sanitar gigiyenik tələblərin pozulduğu da müəyyən olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub və müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılana dək məhdudlaşdırılıb. Qeyd edək ki, həmin obyektin sahibi 2025-ci ilin may ayında keçirilən yoxlama zamanı da ad DNT-si aşkarlanması faktına görə məsuliyyətə cəlb olunub.
Göygöl rayonunun Üçtəpə kəndində bıçaqlanma hadisəsi baş verib. 2003-cü il təvəllüdlü Marşallah Bayramov bıçaq yarası ilə xəstəxanalardan birinə yerləşdirilib. 23 yaşlı gəncin kim və hansı şəraitdə bıçaqlanması ilə bağlı hazırda Göygöl rayon polis şöbəsində araşdırma aparılır. Gəncədə 2001-ci il təvəllüdlü oğlanın meyidi tapılıb. Mətləb Aliyevin meyidi yaşadığı evdə yaxınları tərəfindən aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanları cəlb olunub. Hazırda 25 yaşlı gəncin ölüm səbəbləri Gəncə şəhər prokurorluğunda araşdırılır. Hazırda pensiya kapitalı ən çox müzakirə olunan məsələlərdən biridir. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində təkliflər təqdim olunub ki, vətəndaş dünyasını dəyişdiyi halda onun topladığı pensiya kapitalının müəyyən hissəsi ən azı 30% varisin hesabına köçürülsün və varis həmin vəsaitdən istifadə edə bilsin. Bunu Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, burada iki əsas məsələ var. Pensiya kapitalından istifadə imkanlarının genişləndirilməsi və vətəndaş dünyasını dəyişdikdən sonra həmin kapitalın taleyi. Hazırda vətəndaş pensiya aldığı dövrdə dünyasını dəyişərsə, müəyyən hallarda onun həyat yoldaşı və ya qanunvericilikdə nəzərdə tutulan şərtlərə cavab verən övladları pensiya ödənişindən yararlana bilərlər. Lakin pensiya kapitalı ilə bağlı yanaşma fərqlidir. Bu istiqamətdə müxtəlif ölkələrin təcrübələri də araşdırılır. Məsələn, Sinqapur və Qazaxıstanda pensiya kapitalından pensiya yaşına çatmadan müəyyən məqsədlər üçün istifadə imkanları mövcuddur. Bu vəsait daşınmaz əmlakın alınmasına, kreditlərin ödənilməsinə və ya təhsil xərclərinə yönələ bilər. Müxtəlif ölkələrdə bununla bağlı fərqli modellər də tətbiq olunur. İnkişaf etmiş ölkələrin təcrübəsində diqqət çəkən məqamlardan biri də minimum və orta pensiya kapital anlayışlarının mövcudluğudur. Təklifimiz ondan ibarətdir ki, Azərbaycanda da orta pensiya kapital anlayışı qanunvericiliyə daxil edilsin. Vətəndaş minimum və orta pensiya kapitalını təmin etdikdən sonra ondan artıq topladığı vəsaitdən pensiya yaşına çatmadan müəyyən istiqamətlər üzrə istifadə edə bilsin. Burada əsas məqsəd həm vətəndaşın pensiya təminatını qorumaq, həm də onun topladığı vəsaitdən daha çevik şəkildə yararlanmasına imkan yaratmaqdır. Vüqar Bayramov həmçinin qeyd edib ki, digər mühüm məsələ isə pensiya yaşına çatmadan dünyasını dəyişən şəxslərin pensiya kapitalının varislərinə ötürülməsidir. Hesab edirəm ki, belə hallarda pensiya kapitalının müəyyən hissəsinin varisin hesabına köçürülməsi məqsədə uyğun olardı. Çünki vətəndaş uzun illər ərzində topladığı vəsaitdən özü istifadə edə bilmirsə, onun varislərinin həmin kapitaldan yararlanması həm sosial, həm də iqtisadi baxımdan əhəmiyyətlidir. Bu, eyni zamanda vətəndaşın pensiya kapitalına gələcək üçün bir yığım kimi yanaşmasını da təmin etmiş olacaq. Bu baxımdan insanların əmək müqaviləsinin rəsmiləşdirilməsində və gəlirlərinin tam göstərilməsində marağı arta bilər. Pensiya kapitalının müəyyən hissəsinin varislərə ötürülməsi həm sosial ödənişlərə marağı, həm də rəsmi məşğulluğu stimullaşdıra bilər. Bu mənim bu saata sizə çatdıracağım son xəbər idi. Siz isə TNS TV-də hər gün 10:00 və 17:00 xəbərlərini izləməyi unutmayın. Bizi izləyin, xəbəri elə bizdən xəbər alın. 17-də görüşmək ümidi ilə sağ olun, salamat qalın.